Yəqin ki, hamımız o vəziyyətdə olmuşuq da, saatlarla bir təlimdə oturursan, amma sonunda düşünürsən ki, mən buradan nə öyrəndim? Heç nə. Bəs bəzi təlimləri digərlərindən fərqləndirən nədir? Niyə bəziləri həyatımızı dəyişir, bəziləri isə yaddaşımızdan silinir? Bax, bugün təlimçilər kitabına əsaslanaraq peşəkar bir təlimin pərdarxası sirlərinə baş vuracağıq. Gəlin görək effektivliyin əsl düsturu nədən ibarətdir? Başlayaq. Yaxşı, gəlin əvvəlcə problemin özündən danışaq. Hər kəsə tanış olan o məyusluqdan, yəni heç bir nəticəsi olmayan, boşa gedən təlimlərdən. Bu təkcə bizim vaxtımızın itkisi deyil, həm də şirkətlər üçün böyük bir resurs israfıdır. Sual çox sadə səslənir, elə deyilmi? Niyə bu qədər çox təlim sərf olunan vaxta və pula sadəcə dəymir? Təlimçilər kitabına görə problemin kökü çox vaxt heç təlimin özündə, yəni məzmununda deyil. Problem daha dərindədir. Əsas məsələ bilirsiniz nədir? Reallıqlar təlim otağı arasındakı o böyük uçurum. Təlimdə hər şey əla görünür, hamı həvəslidir, amma iştirakçı ofisə qayıdan kimi hər şey dəyişir. Öyrəndiyi yeni bacarığı tətbiq etmək istəyir, amma heç kim dəstək olmur, hətta bəzən lağ edirlər, yaxud da öyrənilənlərin onun gündəlik işi ilə heç bir əlaqəsi olmur. Belə olanda da təbii ki, bütün o səylər, bütün o biliklər buxarlanıb gedir. Yaxşı, bəs bu uçurumu necə bağlamaq olar? Həll yolu əslində təlimçinin öz roluna baxışını tamamilə dəyişməsindən başlayır. Məsələ sadəcə informasiya ötürmək deyil, qətiyyən. Məqsəd daha böyükdür. Baxın, təlimçilər kitabındakı bu cümlə məncə hər şeyi özündə cəmləyir. Bizim peşəmiz gözəl peşədir. Yalnız bir amalımız var, insanların inkişafına kömək etmək. Yəni, təlimçinin əsas işi sadəcə danışmaq yox, insanların öz potensialını kəşf etməsinə, böyüməsinə şərait yaratmaqdır. Bu, əslində bir inkişaf missiyasıdır. Və bu böyük missiyanı həyata keçirmək üçün peşəkar təlimçilik, deyək ki, 3 möhkəm təməl, 3 sütun üzərində dayanır. Gəlin indi bu 3 sütuna daha yaxından nəzər salaq. Yəni, bu 3 sütun bir-birini tamamlamalıdır. Birincisi, mövzuya hakim olmalısan. Nədən danışdığını sadəcə nəzəriyyədə yox, praktikada da bilməlisən. İkincisi, metodologiya. Dünyanın ən yaxşı biliyinə sahib ola bilərsən, amma onu düzgün çatdıra bilmirsənsə, heç bir faydası yoxdur. Və üçüncüsü, bəlkə də ən vacibi, diqqət və əlçatanlıq. Yəni, insanların diqqətini cəlb edə bilmək, mürəkkəb mövzuları onlar üçün sadə və həzm edilə bilən bir formaya salmaq. Bax, bu əsl ustalıqdır. Baxın, məhz o ikinci sütun, yəni metodlar o qədər vacibdir ki, təlimlərdəki o buzqıran adlanan oyunlar var ha, onlar sadəcə əyləncə deyil, əsla. Onların məqsədi iştirakçılar arasında bir güvən mühiti yaratmaq, gərginliyi azaltmaq və hər kəsi öyrənməyə psixoloji olaraq hazırlamaqdır. Yaxşı bir metod olmadan ən dəyərli məzmun belə divara dəyib qayıda bilər. Yaxşı, bu 3 sütunu bildik. Bəs bunlar bir araya gələndə bir təlimçinin peşəkar yolunu necə formalaşdırır? Məsələ təkcə bu bacarıqlara sahib olmaqda deyil, onlar arasındakı balansı tapmaqdadır. Bax, bu sual əslində peşəkarlığın zirvəsinə gedən yolun xəritəsini çəkir. Gəlin görək, bu 3 sütun birləşəndə ortaya necə fərqli təlimçi tipləri çıxır. Budur, qarşımızda 3 ölçülü təlimçi şkalası. Çox maraqlı bir modeldir. Gəlin birlikdə baxaq. Məsələn, təsəvvür edin ki, birinin mövzu biliyi çox güclüdür, amma çatdırma bacarığı zəifdir. O, sadəcə bir ixtisaslı mühazirəçi olur. Məlumatı var, amma ötürə bilmir. Yoxud əksinə, metodları əladır, çox əyləncəlidir, amma mövzu biliyi dayazdır. O da olur əyləndirici, maraqlıdır, amma dərinliyi yoxdur. Əsl hədəf isə zirvədə dayanan usta təlimçidir. O, hər üç sahəni, dərin biliyi, effektiv metodları və insanlarla o səmimi əlaqəni özündə mükəmməl birləşdirir. O sadəcə öyrətmir, öyrənmə prosesini idarə edir. Sonda, əlbəttə ki, bütün bu səylər bir suala cavab verməlidir. Təlim həqiqətən bir fərq yaratdımı? Yəni, biz uğuru əslində necə ölçürük? Uğuru ölçmək təkcə təlimin sonunda bəyəndim anketini doldurmaq deyil. Xeyr, daha dərinə getməliyik. Əslində 4 səviyyə var. 1. Reaksiya. Bəyəndilər, xoşlarına gəldimi? Bu ən səthi səviyyədir. 2. Bilik. Həqiqətən yeni bir şey öyrəndilərmi? 3. Bacarıq. Bu yeni biliyi real işdə tətbiq edə biləcəklərmi? Və nəhayət, ən vacibi, 4-cü səviyyə münasibət. Onların düşüncə tərzi, dünyaya baxışı, məsələlərə yanaşması dəyişdimi?
Əsl qalıcı təsir məhz bu sonuncudadır. Və bütün bu danışdıqlarımızı, bilirsiniz, bircə kəlmə ilə ümumiləşdirmək olar. Qurucular. Qurucular kimlərdir? Onlar münasibətlərə mən nə alacam deyə yox, mən nə verə bilərəm deyə yanaşan insanlardır. Bir anlıq fikirləşin, bu elə usta təlimçinin mükəmməl tərifi deyilmi? Onlar da insanların inkişafına yatırım edərək əslində bir gələcək qururlar. Elə isə, gəlin bu sual üzərində düşünək. Başqalarının inkişafına kömək edərək biz əslində nə qururuq? Bir təlimçi sadəcə məlumat paylaşmır. O, insanların karyerasını, özünə inamını, gələcəyini qurur. Effektiv təlimin əsl gücü və əsl məqsədi də məhz budur.